Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. ASTV Xəbər efirləri studiyada Mümtaz Xəlilzadədir. Prezident İlham Əliyev aprelin 7-sində Türkiyə Respublikası Ali Məhkəməsinin baş prokuroru Muhsin Şəntürkü qəbul edib. Türkiyə Respublikası Ali Məhkəməsinin baş prokuroru qəbula görə minnətdarlığını bildirərək dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduqlarını dedi. Muhsin Şəntürk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş etdi. Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd edildi. Görüşdə ölkələrimizin prokurorluq orqanları arasında uğurlu əlaqələrin qurulduğu bildirildi. Bu xüsusda Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığa toxunuldu. Təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulandı. Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. Bugün Cənubi Qafqazda tamamilə yeni geosiyasi vəziyyət yaranıb və regiondakı ölkələr bu imkanlardan maksimum istifadə etməlidirlər. Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri zamanı da Cənubi Qafqaz regionunun gələcəyinə dair bir sıra mühüm məqamlara toxunuldu. Orta dəhliz çərçivəsində həyata keçirilən nəqliyyat layihələri isə Azərbaycan və Gürcüstanı Avropa ilə Asiya arasında əsas logistika körpüsünə çevirir. Dünyada cərəyan edən hadisələr fonunda Cənubi Qafqazda regional təhlükəsizliyin qorunub saxlanılması istiqamətində Azərbaycan və Gürcüstanın rolu artır. Bugün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bugün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi, amma bugün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir. Və burada Gürcüstanın rolunu da mən xüsusilə qeyd etmək istərdim. Qonşu ölkənin bu təşəbbüslərə məntiqi yanaşması mövcud imkanları daha da genişləndirir. Gürcüstan dinc yan-yana yaşama, konstruktiv əməkdaşlığı və regionda yeni təşəbbüsləri qəti şəkildə dəstəkləyir. Lazım olan təqdirdə biz hər zaman dialoqa və sülh proseslərinə şərait yaratmağa hazırıq. Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq bütöv region üçün yeni perspektivləri açır. İkitərəfli əlaqələr liderlərin uğurlu xarici siyasəti ilə məhdudlaşmır. Gürcüstanın əlverişli sərmayə iqlimi Azərbaycanlı investorlarında marağını cəlb edir. Ötən il ticarət dövriyyəmiz 800 milyon dollardan çox olub. Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub. Orta dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu istiqamətdə infrastrukturun genişləndirilməsi üzrə aparılan işlər regionun tranzit potensialını daha da artıracaq. Azərbaycan-Gürcüstan əməkdaşlığının strateji istiqamətlərindən biri də enerji və nəqliyyat sahələridir. Bugün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixracın başlanğıcı yenə də Gürcüstandan başlayır. Və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır. Həm Azərbaycan üzərindən keçən Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan-Gürcüstan üzərindən keçirilir. Ekspertlər bildirirlər ki, belə yüksək səviyyəli görüşlər iki ölkə arasındakı əməkdaşlığı yalnız möhkəmləndirmir, həm də yeni investisiya imkanları və regional təhlükəsizliyin gücləndirilməsinə şərait yaradır. Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya uzanan enerji dəhlizi bugün Asiya ilə Avropa arasında əməkdaşlıq üçün faktiki olaraq yeganə marşrut kimi qalır. Bu yol və əməkdaşlıq olmadan görürük ki, Avropa bugün iqtisadi böhran həddinə yaxınlaşır. Təbii ki, burada müzakirə olunan məsələlər həm Şərqin, həm də Qərbin iqtisadi
iqtisadi ehtiyaclarını ödəməsinə imkan yaradır. Отношения Азербайджана и Грузии. Azərbaycanla Gürcüstan arasında tarixən çox yaxşı münasibətlər olub. Əsas diqqət hər zaman sülhə, sabitliyə və təhlükəsizliyin təmin olunmasına yönəlib. Hazırda yaxın regionlarda davam edən hərbi əməliyyatları nəzərə alsaq, Azərbaycan və Gürcüstanın mehriban münasibətlər qurması və bunu inkişaf etdirməsi xüsusi əhəmiyyət daşıyır. Beləliklə, qlobal geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazın dayanıqlı sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsi regionun strateji əhəmiyyətini daha da artırır. Könül Məmmədova, Ruslan Həsənov, ASTV xəbər. İranın şimalına hava zərbələri çoxsaylı insan tələfatına səbəb olub. Əl-Burz əyalətində 18 nəfər həlak olub, 24 nəfər yaralanıb. Bu barədə Fars agentliyi məlumat yayıb. Gənc Jurnalistlər Klubu agentliyi isə Tehrana hava zərbələrində 9 nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını bildirir. Kaşan şəhərində isə Dəmir yol körpüsü ABŞ və İsrail tərəfindən hücuma məruz qalıb. Mehr agentliyi 2 nəfərin öldüyünü, 3 nəfərin isə yaralandığını bildirir. Yaxın Şərqdə vəziyyət gərgindir. ABŞ ordusu növbəti dəfə İranın strateji Xarq adasına zərbələr indirib. Təfərrüatı Vaşinqtondan olan xüsusi müxbirimiz Nemət Tahiroğlu çatdırır. ABŞ-nin İranın Xarq adasına indirdiyi son zərbələrlə bağlı məlumatlara görə hücumlar əsasən konkret hərbi infrastrukturu hədəf alıb və öncədən seçilmiş obyektlər üzərində cəmlənibdir. Rəsmi və media mənbələrinə əsasən vurulan əsas hədəflər bunlardır. İlk növbədə hava hücumundan müdafiə sistemləri hədəf alınıbdır. Bu adanın üzərində İranın hava məkanına nəzarət imkanlarını zəiflətmək məqsədi daşıyır. Raket və ballistik silah ambarları vurulan əsas obyektlər sırasındadır. Bu cür obyektlər potensial cavab zərbələrinin qarşısını almaq üçün prioritet sayılır. Dəniz minaları və onların saxlanıldığı bazalarda hədəf alınıbdır. Bu isə birbaşa Hörmüz boğazında gəmiçiliyə təhlükə yaradan imkanların zəf edilməsinə hesablanıbdır. Ukrayna ərazilərinə Rusiyanın hücumları davam edir. Dnepropetrovsk vilayətində bir sutkada 2 avtobus hücuma məruz qalıb. Dayanacağa dron zərbəsi nəticəsində 4 nəfər ölüb, 16 adam yaralanıb. Xerson vilayətinə də çoxsaylı zərbələr indirilib. Məlumata görə 4 nəfər həlak olub, çox sayda adam isə yaralanıb. Çernigov vilayətinə dron hücumunda isə 15 nəfər yaralanıb. Pualardan biri şəhər şurasının binasına düşüb. Binanın yuxarı mərtəbələri və damında yanğın olub. Azərbaycanın hava məkanı bugün müasir təhlükəsizlik sistemləri ilə qorunan strateji sahədir. Səma təkcə uçuşların həyata keçirildiyi məkan deyil, həm də ölkənin əsas müdafiə xəttidir. 24 saat fasiləsiz rejimdə çalışan hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemləri ölkə səmasını nəzarətdə saxlayır. Regionda gərginliyin yaşandığı, səmada təhlükə siqnallarının gəldiyi bir zamanda Azərbaycan səmasında hər an nəzarət var. Bu nəzarətin əsas gücü isə göyərtəsində əyləşdiyim hərbi hava qüvvələrinin döyüş təyyarələridir. Hərbi hava qüvvələri ölkənin hava məkanını qoruyan, düşmənin hədəflərini zərərsizləşdirən və strateji əməliyyatlarda mühüm rol oynayan silahlı qüvvələrin əsas qoludur. Burada heyət 24 saat hava məkanının təhlükəsizliyinə səfərbərdir. Cəsarətli pilotlar təlim məşq uçuşlarında bacarıqlarını daha da artırırlar. Hərbi hava qüvvələrinin pilotları tibb məntəqəsində yoxlanışdan keçəndən sonra yüksəklik və aviasiya təminatları məntəqəsində geyim hazırlığına başlayırlar. Bizim təyyarələrimizlə yanaşı ölkəmizin hava səması, hava hücumundan müdafiə tapşırıqları yerinə yetirilən bölmələr tərəfindən qorunur. O bölmələrdə müasir radarlar tərəfindən hədəflər aşkar edilir və məhv etmə vasitələrinə siqnallar ötürülür. Həmən hava hücumundan müdafiə vasitələri ilə düşmənin raketləri və təyyarələri qısa zaman ərzində məhv edilir. Saniyələr içərisində havaya qalxan döyüş təyyarələri ölkədə hava təhlükəsizliyinin keşiyində dayanırlar. Onların əsas missiyası təhlükəni aşkarlamaq və onu zərərsizləşdirməkdir.
Təlim dövrü ərəfəsində əsasən uçuşa hazırlıq fərdi şəkildə icra olunur. Fərdi şəkildə dediyimiz əsasən müstəqil hazırlıq və piyada uçuşu vasitəsilə əldə olunur və bu uçuş ərəfəsində biz pilotaj texnikasını, naviqasiya və döyüş tətbiq uçuşları zamanı yüksək bilik və bacarıqlara əldə edirik. Düşmənin hədəfini məhv etmək üçün döyüş meydanında tətbiq edilən manevrlər təlimlərdə təkmilləşdirilir. Təyyarənin dövrə vurması və əks istiqamətdə hərəkət etməsi kimi mürəkkəb uçuşlar həyata keçirilir. Yerinə yetirdiyimiz pilotaj texnikası düşmən hədəflərinin vurulması zamanı bizə böyük kömək göstərir. Təhlükəli anlar zamanı əlbəttə ki, təyyarəçi özü müstəqil olaraq qərar verir və həmin bu vəziyyətdən çıxmaq üçün müəyyən fəaliyyətlər göstərir. Hansı ki, bu da hava məkanını və təyyarəçinin təhlükəsizliyinin qorunmasında böyük rol oynayır. Həmçinin bizim növbətçilik yerinə yetirdiyimiz təyyarələrə komanda məntəqəsindən gələn siqnallar əsasında döyüş növbəsi yerinə yetirən təyyarəçi qısa vaxt ərzində təyyarəni işə salıb hava məkanına qalxdıqdan sonra komanda məntəqəsinin verdiyi siqnallar və istiqamətlər əsasında düşmən təyyarəsi qısa zaman ərzində aşkar olunur və məhv olunur. Hərbi Hava Qüvvələrinin uçuşlara nəzarət qülləsindəyik. Burada istər təlim, məşq uçuşları, istərsə də ki, döyüş uçuşlarına nəzarət olunur. Səmamızda olan hər hansı bir təhlükəyə anındaca reaksiya verilir. Pilotlara yerdə mərikləri işə salmağa, qalxma mövzularına hərəkət eləməyə, havaya qalxma, yerə enmə, idarəetmə məntəqəsindən digər idarəetmə məntəqəsinə idarəetmə ötürülməsi. Uçuşları izlədikcə bir daha əmin olduq ki, dünyada müasir silahların tətbiq edildiyi bir vaxtda Azərbaycan səması etibarlı əllərdədir. Hərbi Hava Qüvvələrimizin 44 illik vətən müharibəsində döyüşlər zamanı nümayiş etdirdiyi təcrübəsini daha da təkmilləşdirib. Azərbaycan bugün Hərbi Hava Qüvvələrinin pilotları ilə fəxr edir. Onlar yüksəkliklərdə həyatlarını riskə ataraq Azərbaycanın hava məkanını qoruyurlar. Onların sayəsində göydə təkcə texnika yox, iradə, cəsarət və vətən sevgisi uçur. Gülşanə Mahmudova, Vahab İmanzadə, ASTV Xəbər. Ağdərənin Həsənriz kəndində həyat yenidən canlanır. Artıq kənddə 273 ailə yaşayır. Uzun fasilədən sonra doğma yurtlarına qayıdan sakinlər burada həm məskunlaşıb, həm də təsərrüfatlarını quraraq yeni həyata başlayıblar. Ağdərə rayonunun Həsənriz kəndindəyik. Kənddə artıq 273 ailədən ibarət 1080 nəfər yaşayır. Əkib becərir, həyatlarına davam edirlər. Yazın gəlişi ilə təbiət oyanır deyirlər. Bu onun bariz nümunəsidir. Ağac çiçək açıb, arılar isə ilk ballarını yığırlar. Qarış-qarış gəzib, kənd sakinləri ilə həmsöhbət oluruq. Gəmiyorlar. 8 ay, 9-cu ay keçir də bildiyimiz. Arılar da sizindir? Hə, onu məşğulluq verir. Kartı vəkirsiniz, hə dediniz? Hə, kartı. Təkcə kartı vəkirsiniz, yoxsa? Yox, hər şey. Böyük kənddə qarşımıza çıxan sakinlərdən biri də Amilə İbrahimova oldu. Necəsiz? Çox sağ olun, çox sağ olun, yaxşıyıq, sağ olun. Həsənriz necədir? Yaxşı, gözəl, çox gözəl yerdir. Bəyənirsiniz? Havası, suyu, bəli. Təbiəti çox gözəldir, çox yaxşıdır. Nə qədər vaxt artıq buradasınız? Hardasa 6-7 aydır. Dostum, kimlərlə yaşayırsınız burada? Oğlumla yaşayıram. Sağollaşıb yolumuza davam edirdik ki,
xalalar bizi qonaq aparır. Sizin bacınız gildi, hə Əminə xala? Neçə dənə burada arı yeşiyiniz var? 40-dan artıqdır, 45-dir ya 42 dənədir, onlar belə yeşiklərimiz var. Arı evləri deyirsiniz. Kəlbəcərdə saxlayırıq hər il. İndi hələ ki burdadır, indi yazda ora gökə meşəsinə aparacağıq, orada gökə balı, çəkotu balı. Daha bir gözəl ailə ilə də tanış olduq. Söhbət etdik, doğmalaşdıq, çayımızı da içib yola davam etdik. Bu kəndin cəmaatının hamısı dağdadır. Dağda? Biz kimi gördük, hamısı dağdadır. Necəsiz? Sağlığınız, gözəlliyiniz. Allah yaxşı. Necə gedir Həsənrizdə həyat? Allah yaxşı gedir. Təmiz havası. Allah canınız sağ eləsin. Belə hava hardadır cəmaat. Birazdan sonra hamı töküb gələcək buralarda hava qəbul edir. O yüzdə qalmışdı. Təpənin o yüzündən bəri baxa bilmirdik. O kişinin hesabına Allah şəhidlərə rəhmət eləsin, qazilərin canı sağ eləsin. Amin. Onların hesabına bax, gəldik çıxdı buralara. Sürüdən ayrı düşən quzunu da anasının yanına yollayıb günü sona çatdırırıq. Bu torpaqlarda indi təkcə bahar deyil, illərin həsrəti də çiçək açır. Hər addımda bir xatirə, hər baxışda bir sevinç var. Daşına, torpağına həsrət qalan insanlar indi yenidən onunla nəfəs alır. Burada yenidən həyat var, ümid var, sabaha uzanan işıqlı yollar var. Ayşən Cümşudova, Bağır Kərimov, Fuad Cəfərov, ASTV Xəbər. Son günlər yağan intensiv yağış uçquna səbəb olub. Səbail rayonunun Dağlıq küçəsi 2 ünvanında yerləşən fərdi yaşayış evinə daş düşərək ciddi ziyan vurub. Nəticədə ətrafda olan digər evlərdə də çatdar əmələ gəlib. Sakinlər hər an daş parçalarının evlərə düşəcəyindən narahatdırlar. Son günlər aramsız yağan yağışların fəsadları özünü açıq şəkildə göstərməkdədir. Xüsusilə dağlıq və riskli ərazilərdə yaşayan sakinlər üçün bu vəziyyət daha da kritik hal alıb. Səbail rayonu Salman Mümtaz küçəsində döngə birdəyik. Yağışdan sonra dağlıq ərazidəki daşlar evin içərisinə düşüb. Hadisə ötən gecə saat 04 radələrində baş verib, xəsarət alan olmayıb. Yatmışdıq, onu da gördük, bir dənə gəldi, şarak-şarak. Durduq ağa, yuxulu, özümüzdə heç olmadı, açdı gördük, daş gəlib, nə boydan daş düşdü bura. Yağış da ki dayanmır. Göz qabağında daşlardı, biri gəlib burada dayanıb, o bursular laf yekələri hazır vəziyyətdədir. Sözü gedən ərazidə təxminən 9 mənzil yerləşir. Sakinlər hər an evlərinin üzərinə daş parçalarının düşə biləcəyindən narahatdılar. Hadisə nəticəsində də artıq bəzi evlərin divarlarında dərin çatlar yaranıb, digər tikililərin isə konstruksiyası zəifləyib və uçma təhlükəsi ilə üz-üzə qalıb. Daşın uçmağı, evin arxası iki tərəfdən çatlayıb. Təhlükədədir də bu evlər. O ev dağılıb, bura uçur. Evinizin sənədi var. Yox, bələdiyyə sənədidir də burada. Hamı da bələdiyyə sənədidir. Hər an o daşlar gələ bilər. Torpaq budur, gördüyünüz kimi. Yəni çatlayıb, partlayıb, tökülür. Yəni evlərimiz bu vəziyyətdə. Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxladıq. Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, həmin evə baxış keçirilib və aidiyyəti üzrə yerli icra hakimiyyətinə müvafiq məlumatlar təqdim olunub. Səbail rayon icra hakimiyyətindən isə deyildi ki, müvafiq tədbirlərin görülməsi məqsədi ilə rəsmi müraciətlər hazırlanıb. Şahnun Qasımova, İlxan Naxundov, ASTV Xəbər. Belə hörmətli tamaşaçılar, ASTV Xəbəri təqdim etdik. Diqqətiniz üçün təşəkkür edirik. Sağ olun.